Gəl bu dəfə maraqlı bir karma analizi edək. Hazırda hansı karmanı yaşayırsan, nəyə diqqət etməlisən? Karma pis bir şey deyil. Karmanı hər zaman, nə bilim, belə deyim də, insanlar pis mənada daima yozurlar ki, hə, bunun karmasını yaşayacaqsan. Amma biz etdiyimiz pis əməllərin təkcə karmasını deyil, yaxşı əməllərin də karmasını yaşayırıq. Məsələn, zamanında kiməsə, hardasa yaxşılıq etmişik, nəsə etmişiksə, o bizim həyatımızda müəyyən bir dərslərdən, müəyyən bir sınaqlardan çıxmağımızda kömək olur, yol açır. Gəl buna baxaq, hazırki zamanda nəyin karmasını yaşayırsan, nəyə diqqət etməlisən, nəyi çalışdırmalısan özündə. Gəl buna baxaq, hazırki zamanda nəyin karmasını yaşayırsan, nəyə diqqət etməlisən və hansı karman qalıb kənarda və gözləyir ki, ona diqqət eləyəsən. Gəl buna baxaq. Hazırki zamanda yaşadığın karma. Elə karma kartı çıxdı. Nəyin karmasıdır? Gəl buna baxaq. Nəyin karmasıdır hazırda yaşadığın? Burada dişil enerji karması. Bunu izləyənlər daha çox qadınlar olacaq. Mən görürəm ki. Və bunu izləyən qadındırsa, qadının özü ilə əlaqədar, dişil enerjisi ilə əlaqədar, yəni özünə dəyər vermək, öz gözəlliyini görmək, özünü sevgidə qadın kimi xoşbəxt hiss etməyin karmasını yaşayırsan. Bunu izləyən kişidirsə, qadınlarla əlaqədar karma yaşayır. Yəni, ola bilsin ki, bu həm yaxşı da ola bilər, həm pis də ola bilər. Qadınlarla əlaqədar ilişkisini, əgər pis davranıbsa, hazırda yaxşı enerjiyə yükləməlidir. Yəni, və yaxud da ki, zamanında yaxşı davranıbsa, indi də onun hədiyyəsini alır. Yəni, bu budur. Okey. Bu karmanın dişil enerji karmasıdır və gəl baxaq, nə etməlisən? Bu durumla əlaqədar nə etməlisən? Hazırki zamanda, yenə deyirəm, qadındırsa bunu izləyən, gəl qadın üçün baxaq. Bu enerjini necə özündə, bu karmanı necə atlata bilərsən, necə bu karmanı özün üçün, belə deyim də, çalışdıra bilərsən və bu enerjini özündə necə şəfalandıra bilərsən. Nəyin karmasıdır? Hazırda yaşadığın karma, bilirsən nədir? Özünü dəyərsiz hiss etdiyin bir ilişkidən çıxartmaq, özünə dəyər vermək, duyğusal cəhətdən qırılan qəlbini imkan verməmək, qırılmaq və ilişkilərdə bərabərliyi, balansı qorumağın karmasını yaşayırsan. Bu nə deməkdir? Alma-vermə dəngəsi ilişkilərdə bunu izləyən insan, əgər münasibətdə hazırki zamanda, belə deyim də, nəyə layiqsən, onu yaşamırsansa, layiq olmadığın bir ilişkidən, bir münasibətdən çıxmalısan. Bu bunu göstərir. Çünki sənin üçün əslində yeni bir yol açılır. Balanslar açılır. Amma sən doğru düzgün, belə deyim də, enerji alma-vermə dəngəsini pozursan ilişkilərdə. Burada görürəm ki, bax, ilişkilərdə toksik bir ilişki yaşaya bilərsən və yaxud da ki, münasibətdə həddən artıq səbr eləyirsən, həddən artıq, belə deyim də, həddən artıq, o sözü tapdım, kompromisə gedirsən ilişkilərdə, qarşı tərəfindəki insan. Yəni, bu kartlar sənə onu deyir ki, münasibətinə kənardan baxmağı öyrən. Bu münasibətdə dengə pozulubdur. O dengəni qorumağa çalış. Alma-vermə dengəsini qorumağa çalış. Sevgi ilə əlaqədar da, diqqətlə əlaqədar da, verdiyin enerji ilə əlaqədar da yetəri qədər enerji almadığını görürsən burada. Və bununla əlaqədar bunu özündə çalışdırmalısan. Bunu izləyən qadındırsa deyirəm, yəni. Çünki burada dişil enerjinin, belə deyim də, sanki yerinə yeksan eləmirsən və bu münasibətdə daha çox elə bil səbr eləyən tərəf. Bu münasibət sənin üçün ola bilsin səbirdən ibarətdir və ya nədən ibarətdir. Buna bir göz gəzdirməlisən və bu balansı bərpa eləməlisən. Çünki sən duyğusal cəhətdən də, stabillik cəhətdən də tamamlanmırsan bu dəqiqə. Bu münasibətdə nə duyğusal cəhətdən tamamlanırsan, nə
verdiyin enerji tərəfdən tamamlanırsan, nə stabillik tərəfdən. Bu münasibətdə bax, bu sınıq salxaq bir münasibətin içində sən ola bilsin ki, bunu sənə demək istəyir ki, buna diqqət yetirməlisən. Okey. Qalanı necədirsə, şəxsi münasibətinlə əlaqədar onu şəxsi baxımda deyək. Bunu izləyən kişidirsə, kişi də eyni münasibətlərdə dişil enerji ilə əlaqədar, bunu izləyən kişi də isə qadınlarla münasibətlə əlaqədar alma-vermə dəngəsinə fikir verməlidir. Həyatındakı qadınla münasibətdə əgər qadını incidirsə, burada bu var, qadına qarşı alma-vermə dəngəsini pozursa, egoist davranırsa, bunun cəzasını çəkə bilərsən. Bunu sənə deyir kartlar, bunu izləyən kişidirsə. Çünki bax, burada qadının qəlbi qırılmış bir qadın var burada, incinmiş bir qadın var burada, dengə pozulubdur. Hər zaman münasibətin balansa gətirmək üçün addımlar atan tərəf qadındır bu ilişkidə və incinən tərəf də qadındır bu ilişkidə və bu münasibət belə davam edəcəksənsə, bu, belə deyim də, burada zərbə ala bilərsən. Yəni, bunu demək istəyir, bunu izləyən kişilərə. Okey, buna baxdıq. İndi nəyə diqqət etməlisən? Nəyə diqqət etməlisən? Gəl ona baxaq. Diqqət etməli olduğun nədir? İş sahənə diqqət etməlisən. Burada bütün duyğusallığı, bütün münasibətləri, hər bir şeyi kənara qoyub özün üçün iş sahənə, karyera sahənə diqqət etməlisən. Hansı addımlar atmalısan? İşinlə əlaqədar hansı addımlar atmalısan? Burada işinlə əlaqədar da sənə bilirsən nə deyir? Dəyər görmədiyin bir işdirsə, işinlə əlaqədar maddi cəhətdən verdiyin əməyin qarşılığını almırsansa, çıxış yolu hər zaman var deyir sənə kartlar. Çıxış yolu var və daha yaxşı yerlərdə, daha yaxşı bir iş yerlərində səni gözləyənlər hər zaman var. Komfort zonadan çıxmağı öyrənməlisən. Bunu deyir. Çünki burada sən mübariz insansan və sənin üçün bolluq və bərəkət qapıları açılır əslində. Sadəcə olaraq hazırda dəyər görmədiyin bir yerdən çıxmağa qorxmamalısan. Bunu sənə deyir. Çünki bax, burada maddi stabillik gəlir sənin üçün, maddi uğurlar gəlir sənin üçün və sən təsəvvür eləyə bilmirsən ki, 3 il içində, 3 il sonra burada 3 vaxt göstərir. Sən elə bir zirvədə olacaqsan ki, maddi cəhətdən deyəcəksən ki, yaxşı ki, mən bu addımı atdım, yaxşı ki, mən bu mübarizəni apardım. Okey. Gəl baxaq, bəs nəyin karmasını yaşayacaqsan və yaxud da ki, nəyin karmasına önəm verməlisən. Və hansı karma qalıb kənarda və yaxud da ki, hansı bir tərəfin qalıb kənarda, ona diqqət etməlisən. Məsafə, uzaqlaşma. Nədənsə uzaqlaşmalısan. Nə ilə əlaqədardır bu uzaqlaşma karması və yaxud da ki, nəyinsə səndən uzaqlaşmağa? Nəyi göstərir bu sənə? Nəyi demək istəyir? Nə qalıb kənarda? Gəl baxaq. Burada mən əslində səthi olaraq başa düşürəm nəyi demək istəyir. Əslində uzaqlaşmalı olduğun insanlar var. Əslində əvvəlki iki kartlar da onu göstərir. Uzaqlaşmalı olduğun enerjilər var. Uzaqlaşmalı olduğun yerlər var ki, oranı hələ də saxlamısan. Gəl baxaq. Nəyi çalışdırmalısan? Burada bilirsən nəyi deyir? Burada əslində sən öz sərhədlərini qorumalısan, həm duyğusal cəhətdən, həm ətrafındakı insanlarla əlaqədar. Burada zamanında uzaqlaşmaq, zamanında sözünü deyib bitirmək. Bunu unutmusan sən, bunu kənara qoymusan. Məsələn, bir mübahisənin içindəsənsə, o mübahisəni əslində sözünü deyib uzaqlaşa bilərsən və yaxud da heç bir şey deməyib uzaqlaşa bilərsən. Davam edirsən. Başqalarının dramalarının içindəsən. Başqalarının, nə bilim, ssenarilərinin içindəsən. Əslində başa düşürsən, çıxa biləcəyin bir situasiyalar var, amma çıxmırsan. Bunu kənara qoymusan bir şəkildə. Amma sən əgər bu başqalarına aid olan dramalardan və yaxud da ki, özünə aid olan da, yəni, öz sərhədlərini qorumalısan. Sadəcə bu. İnsanlara qarşı öz sərhədlərini qorumağı unutmusan. Bunu özündə çalışdırmalısan. Bunları deyir sənə bu karmik kartlar Guru Tarotdan. Gəl baxaq ümumiyyətlə bəs son olaraq mələk kartlarından. Həyatına tez bir vaxtda nə gəlir sənin? Gəl buna da baxaq və bitirək açılımı. Həyatına tez bir vaxtda gələn nədir?
Kartlar bilirsən burada məsləhət görür. Münasibətlə əlaqədar, ilişki ilə əlaqədar, insanlarla münasibətlə əlaqədar və yaxud da ki, təmizlənməlisən. Sadəcə burada yenə də məsləhət görür. Təmizlənməlisən və burada da eyni karma kartlarının dediyi kimi vermə alma dengesini qorumalısan, özünü seçməlisən, özünə təmizlik, enerji təmizlik eləməlisən, lazımsız dramalardan, lazımsız insanlardan, situasiyalardan təmizlənməlisən və getmək zamanıdırsa getməlisən, keçmişi buraxmalısan. Çünki həyatına yeni bir münasibət gəlir, yeni bir şanslar gəlir, yeni həyat arkadaşı, yeni bir ilişkilər gəlir. Bunun üçün yol açmalısan. Bu qədər aldım, qəbul edim. Ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.